Bu gün danışırıq amonimlər və amonimə oxşayan sözlər. Bəli, əksər uşaqların səhv saldığı məhz bu məqama bu kiçik video dərsdə aydınlıq gətirəcəm. Amonimlər hər birimiz bilirik. Üzərindən keçək. Deyilişi və yazılışı eyni, mənaları isə müxtəlif olan sözlərə amonimlər deyilir. Məsələn, tutalım ki, bağ, baxaq. Biri var ki, ayaqqabı bağı ip mənasında, bir də var ki, meyvə bağı mənasında və bilirsiniz ki, amonimlərin çox mənalı sözlərdən əsas fərqi məhz amonimləri təşkil edən sözlərin hər birinin mütləq həqiqi mənada olmasıdır. İndi məsələ burasındadır ki, bəzən dilimizdə elə sözlər olur ki, onların deyilişi və yazılışı eynidir, lakin onlar amonim hesab olunmur və yaxud da yenə burada baxaq, deyiliş və yazılışı eyni, amma onlar amonim deyil. Bunlar adlanır amaforumlar və amograflar. Bunu necə yadınızda saxlayacaqsınız? Baxaq əsər sözünə. 2 əsər yazmışam, 2 qatar yazmışam. Əsər sözü biri var ki, bütün bunlar mənə əsər eləməz, yəni iz mənasında. Bir də var ki, mən özümə yeni bir əsər yazdım. Əsər, nə əsər? Yəni hər hansı bir şiir, nə bilim, hekayə və s. Və əsər mənasında iz və bizim yazdığımız şeir, hekayə bir-birinə münasibətdə amonimdir. Amma külək əsər və yaxud da qatara baxaq. Qatar yaxınlaşır. Nəyə? Qatar. Bir də var muğam növü olan qatar. Hər iki mənası bizdə amonim olmuş olsa da, bizim əsər və qatar sözlərimizdə olan mənalar artıq feildir. Yəni, sözün kökünə baxaq. Əsmək, qeyri-qəti gələcək zamanda külək əsər. Qatmaq, bunu ona qatar. Qeyri-qəti gələcək zamanda hər iki sözümüz. Əsər və qatar sözləri. Bəs vəziyyət nədir? Amaforum sözündə, yadınızda saxlayın bu forum sözü ilə ki, amaforum başlanğıc forması müxtəlif olan sözlərdir. Biz mütləq ki, əgər sözü amonim hesab ediriksə, o sözlərin başlanğıc forması gərək eyni olsun. Baxaq əsər sözünə. Sözün kökü də əsərdir, başlanğıc forması da əsərdir. Digər əsərdə də kök də yenə əsərdir, başlanğıc formada əsərdir. Baxaq amma bu qatar və bu qatara. İsim olaraq qatarın kökü bütövdür. Başlanğıc forması da elə qatardır. Biz bilirik ki, sözün başlanğıc forması sözdə olan qrammatik şəkilçiyə qədər ki, hissədir. Yəni, tutalım deyirik ki, kitabçalar. Kitabçalar sözünə baxaq. Sözün kökü nədir? Kitab. Sonraki şəkilçimiz leksik, kitabça və cəm şəkilçi qrammatik. Bu sözün başlanğıc formasını əgər biz tapırıqsa, yadınızda saxlayın, kökdən başlayaraq gedirik, sonuncu leksik şəkilçidə biz başlanğıc formanı bağlayırıq. Bu olur başlanğıc forma. İndi təbii burada qrammatik şəkilçi bəzən başlanğıc formanın daxilində ola bilər, o başqa bir dərsin izahıdır, amma ümumiyyətlə bunu yadda saxlamaq lazımdır.